Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən qurularsa və sonra oradan durularsa, həmin məclis ölmüş, leş, uzunqulaq yeyilib durulmuş məclisə bənzər. Harda ki Allah zikr edilməz, hansı məclisdə ki Allahdan danışılmaz, adı uca tutulmaz, Rasulundan və sünnətindən söz edilməz, leş üzərindən durmuş qarğalar kimi olar. Faydasız bir məclis olar. Çünki o qarğalar da eyni şəkildə yeyib içər və durar. Kimin məclisi Allahı yad etmədən, ondan danışmadan, Rasulundan və onun sünnəsindən söz etmədən